Son bir ildə əsas tikinti materiallarının qiymətində artım qeydə alınıb. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, qiyməti ən çox bahalaşan plastik pəncərə olub. Plastik pəncərənin qiyməti son bir ildə 8% artıb. Belə ki, ötən ilin mart ayında 1 kvadrat metrinin orta qiyməti 113 manat olan plastik pəncərə bu ilin mart ayında 122 manata yüksəlib. Bundan başqa son bir ildə elektrik naqili 7,3%, sement kanalizasiya borusu və lambirin isə 6,3% bahalaşıb. Son bir ildə ən çox ucuzlaşan isə Alçıpan olub. Alçıpanın 1 kvadrat metrinin orta satış qiyməti ötən ilin mart ayında 5,6 manat olduğu halda bu ilin mart ayında 4,6 manata düşüb. Məlumat üçün bildirək ki, bəzi əsas tikinti materiallarının son bir ildəki qiymətləri belə olub.